Salam əziz izləyicilərimiz, nətərsiniz? Əşvər Elektronik kanalına xoş gəlmisiniz. Bu bizim təzə videomuzdur. Bu videoda Türk və Azərbaycan və Rus kanallarını necə yasal yolla rahat izlənirlər onu göstərəcəm. Tamamilə yasal olan bu videoda zəhmət olmasa like atıb abunə olub yorum eləməyi unutmayın. Sonuna kimi izləyin. Çünki bizə zərər vurur tam izləməməniz. Keçək indi Play Store-a. Bu bütün televizorlara daxildir və televizorlardakı bəzi proqramı götürmür. Onun üçün bəzi proqramlar göstərəcəm. Birinci olaraq televizor mənim ən sevdiyim proqram, ən yaxşı açan, ən yaxşı oxudan, ən tez oxudan proqramdır. Bunu unutmayın. Bunun ikinci proqramımız, bütün proqramlar yasaldır bu arada. İkinci proqramımızı göstərəm 9 Extreme. Onsuz da 9 yazan kimi sizin qarşınıza çıxacaq. Bu da rahat bir playerdir. Bu daha çox LG televizorlarda, smart televizorlarda çıxır. İndi o bir proqramımızda TV Mate'dir. TV Mate zaten elə rahat bir proqramdır. O bütün televizorlarda olan bir proqramdır. Mənim sizə tövsiyəm ən yaxşı televizor növü Mi Box'dır, TV Box'lardır, belədir yəni. Android sistemini alın. Yoxsa başqa cür yaxşı oxudan tapanmazsınız. Nəysə, bu proqramları yükləyəndən sonra indi mən sizə televizorda göstərmək istəyərdim, amma ən yaxşısı düşündüm ki, bütün LG-lər falanlar üçün də 9 Extreme rahat. Ancaq bütün göstərilərim bütün televizorlara uyğundur. 9 Extreme'də birincisinə vurursunuz, televizorda ikincisinə vurursunuz, TV-də da tapacaqsınız hansıdır. Vuranda 4 ədəd xana çıxır. Birinciyə öz adınızı yazırsınız. Mən indilik nöqtə qoyub keçdim. Öz adınızı yazın yəni. İkinciyə tamamilə kullanıcı adı, yəni yasal olan sizə verdiyimiz həmən şeyi yazın. Bunu yəni heç insanlar paylaşmır. Az paylaşır və ya risklə paylaşır. O paylaşanların da çoxusu kanalı gedir. Məsələn, mənim özüm 3 ədəd kanalım getdi. İndi bu kanalda rahat qoruyuram. Nəysə, ikinciyi yazandan sonra 3'ə keçirsiniz. Rahat şəkildə izləyirsiniz. Tamamilə yasal yöntəmlə, qanuni şəkildə izlənmə yöntəmidir. Parola və ya username və ya bir server, bunlar çox diqqətlə yazın. Əgər diqqətlə yazmasanız, sonra deyirlər ki, açır. Sonra deyirlər ki, kanal açmır. Açır dostlar. Bütün kanalları səliqəli şəkildə açır. İndi mən burada bir iki dənə nümunə göstərəcəm. Yəni ki, bu kanal bir kanalın açmırsa, o biri kanala keçiş edirsiniz. Orada açır. Yəni 2 ədəd yolu var da, yəni. Bir kanaldan 2 ədəd qoyulub ki, açmayıb deyimirsiniz. Zaten mən göstərdiyimdə bir kanalın ikisi də açır demək olar ki, rahat şəkildə də açır. Nəysə. Abunə olub like atıb yorum etməyi unutmayın. Tamamilə yasal yöntəmdir. Yəni mənim əvvəlki 1K-ya yaxın bir abunəli bir kanalım olacaqdı. O silindi. Ondan sonra bir çox kanal açdım. Onların hamısı getdi. Yəni bunun üçün like atıb abunə olub yorum edərsəz mənə çox dəstək eləmiş olarsınız. İndi 4-cüyə çox diqqət edin. 4-də başına nə qoymalısınız? Onu orada deyirəm. Yorumlara daxil olun. Həmən o başına qoyulacaq şeyi yazmışam. Onu birinci başına qoyun, simvola hər şeyinə diqqət edirsiniz. Onu başına qoyandan sonra verdiyim hər şeyi tamamilə diqqətlə yazırsınız. 4-də başına mütləq onu qoymalısınız. Yoxsa rahat şəkildə açmasa, zəhmət olmasa, onu diqqətlə əlavə eləyəndən sonra da Live TV, filmlər, seriyalar hamısı düşür. Mən örnek olaraq bir dənə Live TV-yə vurum. Burada biraz gözləyirsiniz. Yüklənməsi kateqoriyalar gəlir, ancaq kanallar gəlmir. Onun üçün biraz yüklənməsini gözləyirsiniz. Sonra bir dənə də çıxırsınız. Bir dənə vurursunuz. Gördüyünüz kimi düşür bura kanallar. Vurursan bir dənə, məsələn mən bir dənə web kanalı vuram. Ən sevilən kanal bilmirəm da nədir. Bir də bir şey demək istəyirəm. Kanal açılmır deyə bir şey yoxdur. Görürsünüz qara ekran verir. Biraz gözləyirsiniz. Kanalı, yayını yükləyir. O açılır. Həmən kanalın indi ikincisini də qoyuram.
Görürsünüz, rahat. Sadəcə yüklüyürsüz, bütün kanallar yüklənir. Yəni biraz səbirli olun. Filmlər də aynı